Bazara gedirsən. Dünən 5 manat aldığın şey bugün 7 manatdır. Şikayət edirsən. Hökuməti günahlandırırsan. Bəlkə də haqlısan, amma bütün həqiqət bu deyil. İnflyasiya nədir? Sadə izah belədir. Çox pul, az məhsul, qiymət qalxır. Az pul, çox məhsul, qiymət düşür. İndi Azərbaycana baxaq. Son illərdə dollar ehtiyatları artıb. Dövlət büdcəsi genişlənib. Bazara daha çox pul da axıb. Amma istehsal eyni sürətlə artmayıb. Nəticə qiymət qalxıb. Amma bir şey daha var. Biz də bu prosesin içindəyik. Düşün, kredit götürüb maşın alırıq. İpoteka ilə ev alırıq. Gəlirimiz artmadan xərcləyirik. Bu tələbi artırır. Tələb artanda qiymət qalxır. Yəni biz şikayət edirik. Eyni zamanda qiymətləri qaldıran prosesin bir hissəsiyik. Bu heç kimi günahlandırmır. Sistem belədir. Amma sistem anlamadan şikayət etmək problemin həlli deyil. Problemin davam etməsidir. Bəlkə də sual hökumətin nə etməsi deyil. Bəlkə də sual budur. Biz öz maliyyə davranışımızı nə zaman düşünməyə başlayacağıq?